Mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibəti ilə İmişli rayonunda silsilə tədbirlər keçirilib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının və məktəblilərin əl işlərindən ibarət açıq havada təşkil olunmuş rəsm sərgisinə baxış olub. Həmçinin onların ifasında vətənpərvərlik ruhlu musiqi nömrələri səsləndirilib. Ardınca tədbirin rəsmi hissəsi Ulu Öndərin adını daşıyan Heydər Əliyev mərkəzində davam edib. Əvvəlcə dövlət himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin xatirəsi sükutla anılıb. Daha sonra Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki müstəsna rolundan, onun uzaq görən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı bəhs ediblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilib. Günün ikinci yarısında Heydər Əliyev adına parkda tədbir geniş və maraqlı konsert proqramı ilə davam etdirilib. Öncə rayon rəhbəri Elçin Rzayev və millət vəkili Səyyad Aran çıxışlarında bildiriblər ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi ölkənin müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması istiqamətində misilsiz xidmətlər göstərib. Ulu Öndərin uzaq görən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib, ölkənin iqtisadi inkişafının əsası qoyulub. Bugün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyi vurğulanıb. Çıxışlardan sonra konsertdə tanınmış incəsənət adamları tərəfindən Heydər Əliyev və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvərlik ruhlu musiqilər ifa olunub. Elvin Qudrətov, Aydın Yavərzadə, bugün informasiya proqramı üçün.